Bugün sizlerle böyle bir meselenin həllinə baxacağıq. Deməli, verilib üçbucaq ABC. Deməli, C bucağı 90 dərəcəli bucaqdır, yəni üçbucaq ABC uzunbucaqlı üçbucaqdır. Deməli, AB verilib 20 dərəcə. AC və BC katetlərinin cəmini verib bizə neçə? 28. İndi biz katetlərə A, B desək, pedonuzda da birisi adlanırsaq, verib ki, A üstə gəl, B-nin cəmi 28-dir. Deməli, C də bərabərdir neçəyə? 20-yə. İndi bizdən bu üçbucağın neyini istəyir, sahəsini istəyir. Yəni, Pifaqor teoreminə görə belə bir yazsaq, məsəl üçün, A-nın kvadratı üstə gəl, B-nin kvadratı bərabərdir C-nin kvadratı. Yəni katetlərin kvadratları cəmi bərabər nəyə? Pedonuzun kvadratı. İndi biz bunu belə yazsaq, A-nın kvadratı üstə gəl, B-nin kvadratı bərabərdir C. C nə qədərdir? 20. 20-nin kvadratı eləcə neçə? 4. İndi biz buradan müxtəsər vurma üstlərini bunu belə yazsaq, yəni A üstə gəl, B-nin kvadratı çıxılsın 2AB şəklində yazsaq, yəni nəyə görə bu şəkildə yazırıq? Tak bunu qıraqda göstərək. A üstə gəl, B-nin kvadratı çıxılsın 2AB yazsaq, biz bu cəmin kvadratını müxtəsər vurma düsturlarına görə açsaq, birincinin kvadratı çıxılsın. Birincinin kvadratı çıxılsın. Birinci ilə ikincinin hasilinin ikimisidir. Yəni 2AB üstə gəl ikincinin kvadratı, B-nin kvadratı və daha doğrusu burada üstə gəl olmalıdır. Və çıxılsın 2AB şəklində yazsaq, bu 2AB ilə bu 2AB gedər, yerdə qalar neçə? A kvadrat üstə gəl B kvadrat. Buranı silək. Biz deməli buradan A üstə gəl B-nin yerinə. A üstə gəl B-nin qiyməti bizə verilib. Yəni burada A-nın B-nin cəmini neçə var? 28 var. Yazırıq 28-in kvadratı çıxılsın 2AB bərabər neçəyə? 4. 28-in kvadratı ilə 784. 784 çıxılsın 2AB bərabərdir 400. 2AB bərabər olur. 784-dən 4 çıxsaq, yerdə qalar deməli 384. Yəni səhv etmirəmsə. Buradan AB-ni tapsaq, AB bərabər olar 384 bölünsün 2-yə. AB bərabər olar neçəyə? Deməli 384-ü 2 bölünür, eləyər neçə? 192. 192. İndi bizdə düzbucaqlı üçbucağın sahə düsturu necə idi? Deməli S bərabərdir, yəni katetlər vurulsun. AB vurulsun bölünsün 2. Biz də buradan AB-ni tapmışıq. AB-nin hasili bərabər 192. O zaman 192 bölünsün 2, o da bərabər olur neçəyə? 96-ya. Deməli biz burada tapdıq S üçbucağı ABC bərabər neçəyə? 96-ya.